Pelon düsturunun isbatını çıxartdıq, kosinuslar teoremini çıxartdıq, sinuslar teoremini çıxartdıq, həndəsənin bəzi düsturlarının çıxarışını çıxartdıq. Dünənləri çıxardıb paylaşmışdım, amma medianın düsturunun çıxarışını çatdıra bilmədim. Bax, belə bir üçbucaq götürürəm, tərəfləri ABC, müxtəlif tərəfli bir üçbucaqdır. Buradan bax, bu təpədən bir median çəkirəm. Median bilirik çəkildiyi tərəfi yarı bölür. Onda bura olur S bölünsün 2, eyni qayda ilə burada S bölünsün 2 olur. Bu medianın uzunluğunu işarə edirəm M-lə, yəni M bərabərdir sual tapmalıyım. Düsturu var hazır, bu düstur adlanılır, onu çıxartmalıyıq. B-nin qarşısındakı tərəfi adlandırılan beta, onda həmin bağına qonşu olan ucaq olacaq 180 dərəcə minus beta. Kosinuslar teoreminə görə mən bir dəfə yazıram. B-nin kvadratı bərabərdir. B-nin kvadratı bərabərdir. E-nin kvadratı üstə gəlsin. S-nin kvadratı bölünsün 4. Çıxılsın 2 vurulsun. E vurulsun S bölünsün 2 vurulsun. Kosinus beta. Bir tərəfdən də buradan yaza bilərəm. A-nın kvadratı bərabərdir. E-nin kvadratı üstə gəlsin. S-nin kvadratı, yəni S bölünsün 2-nin kvadratı olacaq. S-nin kvadratı bölünsün 4. Çıxılsın 2 vurulsun E. Vurulsun S bölünsün 2 vurulsun. Kosinus 180 dərəcə. Kosinus 180 dərəcə minus beta olacaq. Arasındakı bucaq kosinus 180 dərəcə minus beta. Buradan təzədən yazıram. B-nin kvadratı bərabərdir. E-nin kvadratı üstə gəlsin. S-nin kvadratı bölünsün 4. Çıxılsın. MC 2'lər ixtisar gedir. Kosinus beta. Buradan yazıram. A-nın kvadratı bərabərdir. E-nin kvadratı üstə gəlsin. S-nin kvadratı bölünsün 4. Çıxılsın M vurulsun S. İndi baxıram ki, kosinus 180 dərəcə minus beta mənə verir mənfi kosinus beta. Bir mənfi də burada olacaq müsbət kosinus beta. İndi biz bunları təzədən tərəf-tərəfə toplasaq, baxıram ki, bunlar bir-birini aparır. Burada mənə verir A-nın kvadratı üstə gəl B-nin kvadratı bərabərdir 2 M kvadratı üstə gəlsin S-nin kvadratı bölünsün 2. Bunun hər tərəfini 2'yə vurub, birinci buraya yazıram, hər tərəfini 2'yə vururam. Onda bu olacaq 4M-in kvadratı bərabərdir 2 vurulsun A-nın kvadratı üstə gəlsin B-nin kvadratı, çıxılsın S-nin kvadratı. Hər tərəfini 4'ə bölüm, onda biz bunu belə yaza bilərik. M bərabərdir 2'də 1 vurulsun, kök altında 2 vurulsun, kök altında 2 vurulsun. Mötənəzə içində A kvadratı üstə gəl B kvadratı, mötənəzə bağlan çıxılsın S-nin kvadratı. Bax, medianın düsturu da ispat olundu. İndi belə bir maraqlı sual götürürəm. Maraqlı bir tənlikdir. Bax, bizə verir ki, 9 üstü x 9 üstü kökdə x-dir, bərabərdir. Kök altında 27 üstü x. X-i bərabərdir sual. Adı bu tənliyi necə yazacaq? Kök altında, qoy bunu tərəfə yazın. Həll edəndə gəlib burada buna mənim olmasın. Belə bir tənlikdir. 9 üstü kök altında x bərabərdir kök altında 27 üstü x. Bizə sual olunur ki, x-i bərabərdir sual. Bu tənliyi çox cür yazma olar. Hər tərəfin müəyyən əsaslarla bərkəməli yaza bilərik. Amma mən bunu belə yazıram. Burada yazıram 3 üstü 2 vurulsun, yəni 9 yazıram 3'ün kvadratı kökdə x bərabərdir. Bunu yazıram 27 üstü
x'i bölünsün 2. Burada ne ile alıram? 3 üstü 2 vurulsun kökte x beraberdir 3 üstü 3x bölünsün 2. Biraz burada promo yazdım. Yani içeriden tamam. Buradan baxıram ki, əsaslar bərabərdirsə, hökmən qüvvət üstləri də bərabərdir. Kök altında x bərabər olacaq 3x bölü 2. Hər tərəfini kvadrata yüksəlsəm bunu, alacam 4x bərabərdir 20 belə 9x'in kvadratı bölünsün 4. Hər tərəfini 4'ə vururam, alıram 16x çıxılsın 9x'in kvadratı bərabərdir 0. Buradan x'i verirəm mötərizə xarcına, alıram 16 çıxılsın 9x bərabərdir 0. Bir dəfə yazıram ki, x'in bərabərdir 0. Bir dəfə də yazıram ki, x'in bərabərdir 16 bölünsün 9. Bax, x'in yerinə 0 verəndə ödəyir. Burada da bu ifadəni qoysam, bu da ödəyəcək. Yəni, təminin doğru kökü budur. Bunu da müxtəlif yollarla yazmaq olar. Belə bir maraqlı misal var. Kök altında 2 minus kökdə a çıxılsın. Kök altında 2 minus kökdə 1 bərabərdir 60 olarsa, bizlər şəkildə də bir aydındır görülür ki, a ilə b natural ədəd olmalıdır. A, b daxildir, natural ədəd olmalıdır. Bizdən soruşur ki, a bərabərdir sual, b bərabərdir sual. Bu tənliyi çox gün yazmaq olar. Amma mən belə yazıram bu tənliyi. Burada yazıram kök altında 2. Burada yazıram kökdə a. Kökdə a bölünsün 2. Bax, belə yazıram. Burada kvadrat yazıram. Çıxılsın. Kök altında 2. Minus kökdə b. Bölünsün 2. Bu da kvadratı bərabərdir 60 yazıram. Baxın, burada heç nə dəyişmir. Qüvvətə 192'lər gedir, qalır 2, kökdə 2 üstü kökdə a. Burada da eynən gedir, qalır kökdə 2 üstü kökdə b bərabərdir 60. İndi mən belə bir əvəzləmə aparıram. Yazıram. Kök altında 2 minus kökdə a bölünsün 2'ye bərabərdir 1 x'i deyiləm. Kök altında 2 minus kökdə b bölünsün 2'ye bərabərdir 1 y deyiləm. Gətirib burada yerdə yazanda alıram x'in kvadratı minus y'in kvadratı bərabərdir 60'a. İndi biz bilirik ki, bağlamının müxtəsər qurma düsturlarına görə yazıram x'i vurulsun, x'i plus y bərabərdir 60'ı yazıram 6 vurulsun 10. Bunu çox gün yaza bilərəm. Yaza bilərəm 5 vurulsun 12, amma elə promoy natural həllə verən sistemi götürürəm. Yəni, bu əslində bir yoxlamalıyıq. Bir dəfə yazmalıyıq, x minus y bərabərdir 1'ə, x plus y bərabərdir 60'a. Yəni, amma onda bunlar natural ədəd olmur. Onda biz alırıq ki, buradan x minus y bərabərdir 6'ya. Buradan da alıram ki, x plus y bərabərdir 10'a. Hala bu natural həlləri üçün deyəndə. Bu, hardasa biz bunun yəni vurguları qədər biz yazmalıyıq. Tam ədədləri də həllini desəydik. Biz bunun mənfisi müsbətini də yoxlayacaqdır. Bu sistemi tərəf-tərəfə toplayıram. Buradan 2x'i bərabər olur 16'ya. Buradan alıram 2x'imiz bərabərdir 8'ə. X 8 isə eynən də y-imiz bərabərdir 2'yə. X-imiz bərabərdir 8 isə y-imiz də bərabərdir 2'yə. İndi axı bizim əvəzləməmiz var idi. Bax, biz bu ifadəyə demişdik x, bu ifadəyə demişdik y. Gətirib burada yerdə yazıram. Kök altında 2, kökdə a bölünsün 2 bərabərdir. 8'i yazıram elə 2 üstü 3.
İndi mən kökdəkini belə yazıram, bax bu şəkildə yazıram. Yazıram ki, 2 üstü 2'də 1, buna vuranda belə bir şey olacaq da bu. Kök altında A bölünsün 4 bərabərdir 2 üstü 3. Demək bunun əsasları bərabərdirsə, hökmən qüvvət üstləri də bərabər olmalıdır. Onda kök altında mən alıram A bölünsün 4 bərabər 3'dürsə, hər tərəfin 4'ə vururam 12. Buradan da alıram ki, A'mız bərabərdir 144'ə. Lütfen əsaslanır. A'mız bərabər oldu 144'ə. A'nın qiyməti tapıldı. İndi gəlib B'nin qiymətini tapaq. Y-imiz 2'dirsə biz bunu B ilə əvəz eləmişik. Maraqlı suallar deyirlər. Bu başqa cür də yaza bilərdir. Məsələn, yaza bilərdim ki, M bərabərdir, A bərabərdir 2M üstəcəksin. Benim anda o biraz uzun gedir. Elə bu yolu rahatdır. Burada yazdım kök altında B bölünsün 2 ilə bərabərdir 2'ye. Burada mən 2'nin üstü 2'də 1 yazıram. Rasyonel kəsir, rasyonel üslub qüvvət şəklində göstərirəm. 2 üstü 2'də 1 buna vuranda olacaq 2 üstü kökdə B bölünsün 4 bərabərdir 2'ye. Bunun da qüvvəti 1'dir. Onda biz burada alırıq ki, kök altında B bərabərdir 4'ə. Buradan da B'miz bərabərdir 16'ya. Buradan da B'miz 16'ya bərabərdir. A'nın yerine gəlir 144 yazsaq, B'nin yerine 16 yazsaq, eynilik alırıq. Yerine qoyub yoxlamına ehtiyac yoxdur. Belə bir dənə maraqlı sual qrupu atmışdılar. Kök altında 2 minus 1 üstü 12 bərabərdir sual. Bax, belə bir maraqlı sual idi. Bu nəyə bərabərdir? Biz bunu qüvvətdə yüksəltsək çox uzun gedər. Mən belə bir əvəzləmə aparıram. Kök altında 2 minus 1'ə bərabərdir 1 x deyirəm. Buradan yazıram kök altında 2 bərabərdir x plus 1 deyirəm. Buradan qüvvətə yüksəldirəm. Yazıram x-in kvadratı, üstə gəlsin 2x, üstə gəlsin 1 bərabərdir 2'yə. Çünki x-dən ifadə edəcəm da bunu. Alıram x-in kvadratı sən bərabərsən 1 çıxılsın 2x. Bax, indi x-in kvadratı bərabər olduğu ifadəyə təzədən bu ifadənin özünü mən qüvvətə yüksəldirəm. Bax, buradan belə alıram ki, x üstü 4, bu anın işarəsidir, bərabərdir 1 çıxılsın 4 üstü 4x, üstə gəlsin 4x-in kvadratı. X-in kvadratı bilirəm ki, bax, bu ifadəyə bərabərdir. Bax, bu mənə lazım olacaq. Buradan yazıram x üstü 4 bərabərdir 1 minus 4x çıxılsın, üstə gəlsin 4x-in kvadratı. X-in kvadratının yerine 1 minus 2x yazıram. 1 minus 4x üstə gəlsin 4, 2'ye vururam 8x, o da bərabərdir 5, çıxılsın 12x. Onda mən aldım ki, x üstü 4 bərabərmiş 5 minus 12x-ə. Təzədən bir dəfəmdə bunun özün kvadratı yüksəldirəm. Burada bir alınca işarəsi qoyuram. Onda olacaq x üstü 8 bərabərdir. X üstü 8 bərabər olacaq. Demək 25. 12 vurulsun 5, 60, yəni 120x. Üstə gəlsin 144 x-in kvadratı. Çox maraqlı bir sualdır. Buradan yaza bilərəm ki, x üstü 8 bərabərdir təzədən. X üstü 8 bərabərdir. Deməli, 144'ün yerinə, 144 x-in kvadratını yerinə gətirib 1 minus x-in kvadratını qoysam, alacam 25, çıxılsın 120x, üstə gəlsin 144'ü vuracam bax bu ifadəyə, 1 minus x-i, 1 minus 2x-ə. Bu mənə verəcək 144, çıxılsın 288x. Bax, belə bir ifadə aldıq. Təzədən bunun özündə bir sadələşdirmə aparıram. X üstü 8 bərabərdir 169 çıxılsın. Bunları toplayıram. Demək 8, 2 ilə 8 10,
3 bir də 408 x. İndi axı məndə x üstü, mən x üstü 12-ni tapmalıyam da, çünki axı burada bu 12-dir. Burada x üstü 4-ün qiyməti ilə x üstü 8-in qiymətini tərəf-tərəfə vururam. Tərəf-tərəfə vuranda olacaq x üstü 12 bərabərdir. X üstü 4 burada 5 minus 12x vurulsun. 169 çıxılsın. 408x. Bax, belə bir ifadə edəcək. Bu da bərabərdir. Gələcək yerim çatmaya, yerim çatmasa bunu silərəm də. Amma çatarmışam. 5'i vururam 169'a. 9 dəfə 5, 45. 4 yadda 30, 34 3 yadda 5 bir də 845 bunu vurdum. Minus 5'i vururam 400'e 20, 0, 2, o da 5 dəfən 4, 20. 2020 elədi. Elə 44 yadda 5 dəfə buradan səhv vurdum. Bir dəqiqə. Bunu da adam hesablayanda dəftər üzərində işləyəndə rahatlıqla bəzi növbələr tamaşa ilə işləmək görsən bəzən adam hesablanıb səhvliyinə yolu belə bilər. 5'i buna vururam. 5 dəfə 8, 44 yadda. 5 dəfə 0, 0, bir dəfə 4. 5 dəfə 4, 20. 2040 olacaq x. 5'i vurandan sonra 12'ni vururam. Demək, 12'ni vururam 169'a. Burada alt-alta buraxdı şifay. Əslində vurmaq olardı. Ona vursam arkasına bir 0 atacağım. Bunu 2'ye vursam 18. 18 bir yaptı. 12 bir dəftəydi 13. 13. 2 bir dəftəydi 3. Bunları toplasaq 10 verəcək. 8, 12, 9 bir dəftəydi 10, bu da 2. 2028 olacaq 2028 x mənfi burada müsbət eləyir. Çox maraqlıdır. Bunu silirəm. Alt-alta vurmayı bir yəqin çayda olacaq. Demək, buradan 408'i vurmalıyam 12'ye. 408'i ona vuranda verəcək 4080. Təzədən bunu 2'ye vuranda 16. Bir yadda 0,1. Bu da 2'ye vuranda 8. Bunu da toplayanda cevap eləyəcək 6. 9, 8, da 4, x'in kvadratı. İndi, bax buradan yaza bilərəm, təzəndən bunu yazıram. X üstü 12 bərabərdir. X üstü 12 bərabərdir. X üstü 12 bərabərdir. 845 çıxılsın 2040-2028. Yəni 28 ilə 40'ı toplasaq 8, 6. 2068 x üstə gəl 4896'nı x'in kvadratı, məndə bax qoy bunu belə qayda olur və hər dəfə mənə lazım olur. X'in kvadratının yerine 1 minus 2x yazacağım. 1 minus 2x yazacağım. Yəni bunu 1'e vuranda özüm verir. 2'ye vuranda 2'ye vuranda mənə nə verəcək bu? Bunu 2'ye elə vuraq burada qoy düzgün olsun. Şifayı vuranda bəzən səhvə yol verir. Dəqiq olsun hesablama. 4896'nı 2'ye vursaq olacaq 12, 18, 19 bir yadda 16 bir yadda 17, 8, 9 olacaq 9792 x. Yavaş-yavaş cevap alınır. Buradan yaza bilərəm. X üstü 12 bərabərdir. X üstü 12 bərabərdir. Bunları mən toplasam, mənfi bir ikisi də eyni şəralda toplayıram. 2068 toplayanda 10, 15, 16, 8 bir yadda, belə
1 dəqiqə 10, 1 yadda. 15 bir yadda 26, 1 yadda. 7 bir yadda 8, də yaddası yoxdur, 11. Bu mənə verəcək, demək, belə bir şey verəcək mənə. Bundan bunu toplamalıyam. Bu mənə verəcək mənfi 11.862 üzərinə gəlsin 11.862 üzərinə gəlsin. Təzədən bunları toplayacağım. Misal olmadı, lap pişkəmiz oldu. Baxın, demək 4896 üstə gələcəm 845. Bu edir 11, 1 yadda, 13 bir yadda 14, 16 bir yadda 17, 5. Demək 5741. 5741. İndi buradan mən nə demişdim? Buna bir x demişdim. Gətirib yerinə qoyuram. X'in yerinə yazıram. Kök altında 2 minus 1 üstü 12 bərabərdir 5741 çıxılsın x'in qiyməti bu ifadə. Yəni 11.860 vurulsun kök altında 2 minus 1 bərabərdir. Baxın, çünki x'lərin qiymətini yerinə qoyduq. Bunu da vurub sadələşdirəcəksən və eyni o cavab alınacaq. Yəni, burada bir dənə sadələşdirmə yaparmaq lazımdır. Buranın yanında müsbət edib bununla toplayacaqsan, buradan demək alınacaq da. Yəni, buradan beləsini yazıldan bu cür aydındır. Vuracaqsan, bu ilə köklə belə qalacaq. Vuracaqsan müsbət edəcək. Bu ifadə ilə bunu toplayacaqsan, özündən çıxarsan 11.860 vurulsun kökdə 2. Çox bir maraqlı cavab alındı. Yaza da bilmədik bunu. Buradan çatdımdan da yazdım. Böyünlük bu qədər maraqlı suallar idi, yazdım, paylaşdım. Düzdür, keçən dəfə videomda demişdim, integrallardan yazacağım. Amma prosto bunlardan elə rastıma çıxmışdı qruplarda, dedim, yazdım, paylaşım. Çox sağ olun, bizi izləyən müəllimlərimizə də dərin təşəkkürümüzü bildiririk. Qəbir müəllimdir, Ramil müəllimdir, Kökər müəllimdir, Ceyhun müəllimdir və başqa digər adların yanımda qalmayan müəllimlər və mən hər bir kəsə təşəkkürümü bildirirəm. Fikirləriniz də mənim üçün çox önəmlidir. Fikirlərinizi də yazarsınız. Riyaziyyat ümumiyyətcə mütaliyyəni sevir. Riyaziyyatda mütaliyə eləmək, onun bir misalını müxtəlif yollarla həll eləmək lap gözəldir. İlahımda riyaziyyat isbatla daha da gözəldir. Məsələn, belə bu teoremlərin isbatı özü çox gözəldir. Riyaziyyat isbat tələb edir. İsbatla öyrənilən riyaziyyat heç vaxt yaddan çıxmaz. Oldu. Çox sağ olun. Böyünlük bu qədər.